Salam dostlar. Baxın nə göstərəcəm sizə. Möhtəşəm qoxusu var. Dostlar, bu acikadır. Yəni özüm hazırlamışam. Keçən yay yox, o biri yay. Yəni bu demək olar ki 2 ildir mən işlədirəm və çox eləmişdim. Yəni keçən yay həddən artıq çox eləmişdim. Yəni 2 ildir mən bunu hazırlamışam. Mən bunu tomat əvəzi makaronlarda, yəni sos kimi, yəni tomat kimi işlədirəm. Çox gözəldir həqiqətən. Yəni kartofun böyründə möhtəşəm gedir. Kartof qızartmasının yanında batırıb yeməkdə çox möhtəşəmdir. Makaron üstünə tökürəm. Yəni həm yeməklərdə tomat əvəzi, sos əvəzi işlədirəm, həm də acika kimi, yəni möhtəşəmdir də. Həqiqətən yəni çox inanılmaz gözəl qoxusu. Yəni məndə 2 ildir. Yəni o qədər çox eləmişdim. Deyim də sizə necə eləmişdim mən onu. Mən bu acikanı dostlar bir dəqiqə yemək hazırlayıram. Yəni o dəfələr məndə kanal olmadığı üçün yəni paylaşmırdım. Var idi deyəsən əvvəl kanalım, onu mən bir türlü aktiv edə bilmədim də. Yəni elə videolarım da zay oldu, getdi. Yəni orada çox videolar paylaşmışdım. Orada həyətimlə bağlı, nə bilim çox gözəl idi əvvəl hər şey həyətim. Və mən bu acikanı ocaqda bişirmişdim. 2 dənə böyük qazanlarda, həqiqətən çox böyük odun ocağında bişirmişdim. Bu acikaları o qədər çox eləmişdim ki, yəni həqiqətən hələ də mən 2 ildir bunu işlədirəm. Yəni qətiyyən mən tomat almıram. Tomat əvəzi bunu qatıram yeməklərə, nə bilim elə belə məsəl üçün kartofu batır ye, çox möhtəşəm bir dadı var, həqiqətən. Çox möhtəşəm bir dadı var. Yəni o qədər möhtəşəm dadı var ki, yəni superdir də, acılığı superdir. Necə deyim, onun dadı çox möhtəşəmdir. Hə, yəni o acikanı mən baxın o tərəfdə, o vaxt orada güllərim yox idi. Yəni keçən il yox, o bir il. Ora gülsüz idi. Ora mən elə bir keçən ora ancaq ot eləmişdim. Oranı torpaq eləyib, oranı ot eləyəcəydim ki, nə bilim ağlıma elə gəldi. O istədi uşaqlar biraz oynasın, ot olsun, ayağı falan insan ota birdən qoymaq istəyir. Özünü nə bilim elə yaxşı hiss eləyir də. Bax o güllərin baxın o tərəf olduğu yer, oranı komple ot eləmişdim. O vaxtlar ot yox idi, sadəcə torpaq idi. Mən orada ocaq qalamışdım. Ocağın 2 dənə qazan qoymuşdum. 2 dənə qazanın elə bir altını odunla doldurub mən orada qaynatdım. Çox gözəl çıxmışdı həqiqətən. Möhtəşəm və birində sırf tomat idi, birində də ki sadəcə acika idi, amma acika çox idi da. Möhtəşəm. Ay Allah, küləyi görürsüz də, dünyanı dağıdır, külək ağacları sındırır. Yəni möhtəşəm alınmışdı. Axırda gəldi, o qədər ocaq yandırmışdım ki, ocağın yarısı bax betonun biraz kənarına düşdü ki, elə bir ki torpaqdan bilirəm ki beton, yəni bu tökmə betonda əldə düzəlmiş, özümüz simentlə düzəltdiyimiz beton partlayır. Onu mən bilirdim. Ona görə torpağa qoymuşdum ocağı. Biraz ocaq yanıb gəlib beton tərəf, onu mən bilməmişəm. Artıq hər şey hazır idi. Bankalara yığıb ağzından bağlayırdım. Təzə qəşə bankalar, qapaqlar almışdım. Qapaqları isti qaynatdım suda. Ağzım bağladıqca qapaqlar atdı. Ağzım bağladıqca qapaqlar atdı. Bütün qapaqlarım zay çıxdı. Sonra birdən bir partlayış çıxdı. Göyə alov qalxdı. Burada bütöv tarma idi, üzüm tarması idi. Göyə alov qalxdı, partladı, töküldü beton. Dəli oldum, ay Allah, dedim öldüm də. Başıma töküldü hamısı. Gördüm ki, bütün qonşular dedi, nə olub, nə olub, hamı bütün qonşular bura yığılmış. Demişdim, heç nə, yəni çəkilincə var, heç nə alov tarma idi. Yaxşı ki, heç bir yerə ocaq falan düşmədi də. Həqiqətən çox belə dəhşətli bir şey yəni keçirdim. Yəni dəli olmuşdum, nə bilim valla, o qədər belə. Amma neyinirsiniz?
göyə qalxan bir elə daş parçaları, torpaq parçaları partlayıb töküldü. Heç biri o 2 yekə qazanın içine tökülmədi. Hamısı kənarlara töküldü. Yəni möcüzə bir şeydir. Heç birinin içindən bir balaca daş belə çıxmadı da. Sonra dediyim kimi onları yığıb bağlayanda qapaqlar məni əsəb elədi. Ay Allah, dəli oldum. Dəli oldum da, yəni bir elə, yəni mənim təzədən gecə mamaya axşam idi. Mən işimi bitirib onları bağlayıb yığırdım da. Sən demə çox qaynatmışam da. Qapaqlar enlənib. Sadəcə isti suya elə bekərə belə salıb çıxarıb bağlasan, bəs isti suya salmasam da olardı. Bankaları onsuz da mən qaynar su ilə isitmişdim də. Sonra mən onları hazır pıqqıltıya, yəni üstündə qaynaya qazanlar götürüb tökdüm bankaya, ağzını bağlasam ondan daha yaxşı idi. Yəni qapaqlar artıq boşalmışdı. Təzədən mamam gəldi, hayıma qaça-qaça mənə qapaqlar gətirdi. Təzədən hamısını bağladıq, yığdıq, tomatları falan. Yəni tək eləmişdim onun hamısını, həqiqətən çox eləmişdim. O qədər çox eləmişdim. Tomatlarım biraz az idi, tomatlarımı bitirdim. Dediyim kimi keçən yay yox, o biri yaydan söhbət gedir. Və mənim 2 ildir hələ də mən acikalarımı işlədirəm və hələ də bir 4-5 banka varımdır. Onları mən hər cür işlədirəm. Yəni çox əlimdən tutub, çox super alınıb da. Həm tomat kimi işlədirəm, həm kartofun, makaronun yanında çox möhtəşəm dadı var. Çox ləzzətli bir sosdur da, elə bir ki. İçində pomidor var, acı bibər var, şirin bibər var, bolqar bibər var. Yəni sarımsaq belə var, ondan sonra. Yəni bütün belə hər şeyi ilə çox ləzzətli bir sos alınmışam. Özellikle ocaqda pişib düşün, ona görə çox daha gözəldir. Bu il eləyəcəm bəlkə azmaz, çünki artıq heç nəyim qalmır. Məncə bu yaya kimi biraz o çatacaq, amma uje axırına kimi 1-2 aydan sonra çatmayacaq. Ona görə eləyəcəm biraz, az eləyəcəm, təbəət kimi çox yox. Baxın mənim əkdiyim biberlər. Buradakı ilk əkdiyim, baxın bu uzunları görürsünüz, 4 ədəd ilk əkdiyim biberlərdir. Onlar çox sudan, küləkdən biraz özlərini itiriblər. Biraz saralmalar hiss eləyirəm. İnşallah ki yağış fırtına dayanar, saralmalar düzələr, özlərinə gələrlər. Oradan baxın salafanın içində, bilmirəm görürsünüz ya yox, yaxınlaşdırın biraz. Baxın orada salafanın altında mənim 4 ədəd pomidor, biber, öz toxumdan əkdiklərim var. O dəfə sizə göstərdiyim biberlər öz həyətimə yığıb qurutduğum, çoxdanın qurutduğum biberlər, təzə deyil, acı qıl bibərdir. Onlardan əkdim, o qədər acı idi ki, neçə ildir çöldə asılıdır. Mən onların için dənələrini götürüb, neçə ildir, həqiqətən 3-4 il olar. Dənələrini götürüb əkən də onun iyisi məni öldürdü, acısı həqiqətən. O qədər acıdır ki. Pomidorlar o dəfə sizə göstərdiyim, aldığım balaca, yəni kilosu 14, 15, 16 manat idi. Hazır belə el yadımdan çıxıb. 2 manatlıq almışdım, 3-4 dənə. Onun toxumlarını əkmişəm. Çox xırda balaca pomidorlardı. Yəni belə balaca, çıqılı belə pomidorlardı. Onların niyə belə oldu? Yəni normala dönsün bu. Düzəldi. Onları elə bir əkmişdim. Pomidorla bibərə hamısı çıxıblar. Bu gün baxdım təzədən bir də bükdüm üstlərin. Çox qəşəng çıxıblar. Onları inşallah onlar üçün yerlərə saxlamışam. Onları əkəcəm inşallah, onlar böyüsünlər. Orada baxın salafanın içində bodur pomidorum sizə demişdim. Reyhanlar, çiyələklər və bu yağış fırtına ağaçlarımı çox pis günə salır. Baxın bu gilası az qalır qıra, inanırsınız. Onsa balaca bir nazik gövdəsi var, inşallah qırmaz. Dəhşət günüz yağış yağırdı, hətta içində sulu qar belə var idi. Yəni elə bir yağırdı. Leysan gedirdi. Yəni Bakıya bugün dünəndən leysanlar gedir. Bəzi yerlər su basıb. Baxmışam YouTube'dan, yəni insanları necə deyim, gəmi ilə falan evin içinə körpü uşaqları elə çıxardıblar. Allah hiraq eləsin, yəni su yaxşı ki biz tərəf su tutan yer deyil. Buralar nə qədər göl olsa da tez suyun çəkir. Yəni bu hissələr su tutan yerlər deyil. Altı qayalıq, daşlıq belə bir yerlərdir. Ona görə buralarda elə gölməçələr, nədir su basma yerləri olmur. Bir dik deyil, elə bir ki dik bir yerdir bizim yerimiz. Buna görə bu cəhətdən şanslıyıq. Yoxsa bizim evimiz yerdəndir.
Yəni yalandan tikilmiş bir evdir həqiqətən. Tək kubik yerdən bir evdir. Əgər su basma olsa burada, elə bir sel olsa, bura yəni biz çoxdan suyun içində olardıq indi. Həqiqətən çox şükür ki, yəni biz hələ dikdə olduğumuz üçün sanki yerin altında qayalar falan, daşlar falan var bu hissələrdə. Bax çünki buralarda mən qazanda neçə dəfə görmüşəm. Ona görə drenaj falan yəni yaxşıdır. Yaxşı su axıb tez suyu çəkir. Nə qədər leysan yağada 2 dəqiqə torpaqda su qalmır. O cəhətdən şanslıyıq. Yoxsa biz də indi suyun içində olardıq. Bu gün məktəbə getmədi uşaqlar. Nəinki mənim uşaqlarım. Baxıram ki, heç kəs uşağın getməyib. Qruplara falan yazırlar. İnşallah ki, 1-2 günə havalar düzələr. Yenidən yazın havasını hiss eləyərik. İnşallah.